Azərbaycanda bugünkü repressiya mühitinin səbəbləri haqqında qısaca demək istəyirəm. Bunun üçün hadisələrə zaman axarında və yaxud dinamikada baxmaq kifayət eləyir. Biz gördük ki, təxminən bir ay yarım bundan əvvəl Azərbaycan hakimiyyəti bir Ramiz Mehdiyev isteriyası başladı. Amma artıq bugün retrospektiv olaraq hadisələrə baxdıqda biz nə görürük? Ramiz Mehdiyev isteriyası güya Ramiz Mehdiyev həmin iddialara görə dövlət çevrilişi hazırlayırmış. Təbii ki, Ramiz Mehdiyevin əsas dayaqları və komanda üzvləri, dırnaq arası deyək, çevriliş komandası üzvləri əsasən hakimiyyət qruplarından, hakimiyyət strukturlarından olmalı idi. Amma cəzalandırılan, həbs olunan müxalifət və oponent düşərgədən olanlardır. Cinayət işi açılanlar da oponent düşərgədən olanlardır. Bu günəcən Ramiz Mehdiyevin ailə üzvləri xaric, Ramiz Mehdiyevə bağlı şəxslər, onların isə iddialara görə ən azı bugünkü hakimiyyətin müxtəlif qanadlarında, daha doğrusu bütün qanadlarında təmsil olunan şəxslər arasında xüsusi çəkisi ən azı 50%-dir. Bir nəfər nə vəzifəsindən azad olunmayıb, nə məsuliyyətə cəlb olunmayıb, nə barəsində cinayət işi açılmayıb və bu yalnız bir media üzərindən qaldırılmış tozanaqdır. Dediyim kimi, bugün məhz oponent düşərgənin dağıdılması, ona yönəlik repressiyaların həyata keçirilməsi baş verir. Digər çox təəssüf doğuran məqamlardan biri də odur ki, bütün bu dedikoduda, bunun başqa adı yoxdur üzristən, bu məişət səviyyəsində bir dedikodudur. İştirak edənlər də məhz yalnız və yalnız həmin o oponent düşərgəni və oponent düşərgə adlandırılan düşərgənin təmsilçiləridir. Burada da hökumət rəsmiləri yoxdur. Çox qəribə bir prosesin şahidi oluruq. Azərbaycanda sanki siyasi sistemin məqsədyönlü şəkildə dağıdılması gedir. Hər kəsin nüfuzdan salınması gedir. Hər kəs bir-birini ittiham etməklə xalqı çaşqınlığa qərq edir və bu olduqca təhlükəli bir mühit yaradır. Mühit nədən ibarətdir? Bunun üçün birinci deməliyik, hakimiyyət niyə bu addımları atdı? Əlbəttə qorxudan. Hakimiyyət cəmiyyətdəki vəziyyəti bilir, sosial-iqtisadi vəziyyəti bilir. Dəfələrlə səsləndirdiyim bircə faktı diqqətinizə çatdırmaq kifayət eləyər.